Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə 13 aprel 9-cu sinif buraxılış imtahanından düşmüş suallara və bu sualların hardan düşdüyünə baxacağıq. Gəlin birinci izahlara başlayaq. Birinci sualda deyir ki, tənasübdən x-i tapın, çarpaz eləyərik. Deməli, 15x bərabərdir 21 vur 5. X də bərabərdir 21 vur 5 böl 15. 21 ilə 15-i ixtisar apararam. 3-ə böləndə burada 5, burada 7 qalar. 5-lər də gedər, qalar 7. C variantı. İkinci sual. Mərkəzi O nöqtəsində olan çevrədə ABO, bura 22, ACO, bura 28 olarsa BAC-ni tapın. BAC. Biz bilirik ki, bizdə nə istəyir BAC-ni? Bura deyirəm bir alfa. BAC-ni istəyir, bəli. BAC-ni istəyir. Bura deyirəm bir alfa. Bura alfadırsa, bura olacaq. Demək, bura alfa, daxili bucaq alfadırsa, söykəndiyi göz 2 alfa. Bura 2 alfadırsa, burada 2 alfa. Neyniyərəm? Bunun cəmi alfa üstə gəl 22 üstə gəl 28 bizə verəcək. Bu fiqurun qaydası nə idi? İçərinin cəmi çölü verir. 2 alfanı verəcək. Onda alfanı ataram sağ tərəfə. 22, 28, 50 bərabər 2 alfa çıx alfa. 50 bərabərdir alfaya. Alfa oldu 50 dərəcə. C variantı. Üçüncü, hansı nöqtə funksiyanın qrafikinin üzərindədir? Nöqtələri bir-bir yoxlayarıq. X-i, Y-i, X-i, Y-i yazarıq. Məsələn, mənfi 5-i qoysam, 2 vur, mənfi 2 vur, mənfi 5, üstə gəl 6. Bizə nə verəcək? Deməli, mənfi 2 vur, mənfi 5 eləyəcək 10, üstünə də 6 gəlsək 16. A, həqiqətən də bunu verirmiş. Cavab deməli A variantıymış. Məsələn, B-yə baxın, mənfi 2 vur, mənfi 3 neçə eləyər? 6. Üstünə də 6 gəlsəm, 0 yox 12 eləyər. Bu formada bütün variantları yoxlayacağıq və cavab görəcəyik ki, A variantıdır. 4-də kəsrin ixtisar edin. Necə ixtisar apararıq? Bu ikisinin ortağı yoxdur. Ona görə nə edək? Bu ikisinin yerini dəyişək. Yerini dəyişsəm, m kvadratı çıx mn, çıx 5n, üstə gəl 5m, bölünsün. 25 çıx m-in kvadratını da yazıram. 5-in kvadratı çıx m-in kvadratı. M-i ortaq çıxaranda m vurulsun. M çıx. Qoy rəngi dəyişim, qarışmasın. M vurulsun m çıx n. Çıx. 5 ortaq çıxaranda 5 vurulsun. N çıx m olacaq. Deməli 5 vurulsun n çıx m. Burada daha yaxşı nə olardı? Neynəsəydi daha yaxşı olardı? Bu ikisini də yerini dəyişsəydi daha yaxşı olardı. Elə belə də yaza bilərik. 5 vurulsun nə oldu? N çıx m. Bölünsün 5 çıx m. Vurulsun 5 plus m-ə. Bərabərdir. Bərabərdir nəyə? Baxın, bu n çıx m deyil. Biz bilirik ki, n çıx m-in əvəzinə mənfi m çıx n yaza bilərik. Mənfi m çıx n yaza bilərik. Yəni, bu n çıx m-də bunların yerini dəyişib qabağına bir mənfi atıram. O da nə olar? M vurulsun m çıx n. Üstə gəl 5 vurulsun m çıx n. Bölünsün 5 çıx m vur 5 plus m. Bir dənə də son olaraq m çıx n-ləri ortaq çıxardıram. M çıx n vurulsun m plus 5. Bölünsün 5 çıx m vur 5 üstə gəl m. 5 çıx m-lə 5 m plus 5 eyni şeydir. Bunlar gedir. Qalacaq nə? M çıx n böl 5 çıx m. M çıx n böl 5 çıx m. Cavab B variantı. 5-ci sualda 56 vur mənfi 15, 14 vur, 20 çıx 5 vur 10. 5 vur 10 bizə verəcək 50. 56 vur mənfi 15 böl 14 vuraq. 20-dən 50-ni çıxsaq bizə verəcək mənfi 30. Demək, mənfilər gedər. 15 ilə 30 gedər, aşağıda 2 qalar. 56-nı 14-ə böləndə 4 dəfə düşər. Buradan 4-ü də 2-yə böləndə cavab eləyər 2. D variantı. 6-cı sualda. 6-cı sualda nə edərik? Burada 6 toplayaram. 3x bərabərdir. 3x bərabərdir 6-ya. X bərabərdir 2-yə. X 2-dir. Bizdən nə istəyir? X-i tapın. Tapdıq. Deməli, burada Y variantı olmalıydı 2. 6-dan sonra baxaq 7-ci suala.
Düzbucaqlının uzunluğun 40%, enini 20% azaltdıqda sahə neçə faiz azalır? Düzbucaqlımız deməli belə eləyək də. Bunun eni var, uzunluğu var. A var, B var. Biz bu tipli suallarda nə edirdik? Uzunluğun 40%, enin 20%. Əgər faiz suallarda bizdə heç nə verməyibsə, qiymət qoyun. Uzunluğuna da, eninə də 10 qoyun. Sahəsi olacaq A vur B, yəni 10 vur 10, 100. Deyir, uzunluğun 40%, enin 20% azaltdıqda. Getdik. Uzunluğun 40% azaldıq. Onun 40%, buradan yazıram 10 vur 40 böl 100. Neçə eləyəcək? 4. Onda 14 vahid azalar, olar 6. Enin isə 20%. Gəlin 20% azaldaq. Onun 20%, 10 vur 20 böl 100 eləyər 2. Vahid azalar eləyər 8. Əvvəl sahə 100 idi, indi sahə olacaq 6 vur 8, 48. Deməli, 100-dən hara düşüb? 48-ə. Neçə vahid azalıb? 52. 52 100-ün neçə faizidir? Elə 52. Y variantı. Tərəfi 12 cm olan kvadratın perimetrini tapın. Tərəf 12 isə perimetr 4 vur A, yəni 4 dənə 12, 48. B variantı. Tənliyi həll edin. 3x vurub atsam 3x çıx 6 bərabər 6-ya, 3x bərabərdir 6 üstəgəl 6, 3x 12, x də bərabər 4-ə. Y variantı. 10-cu sualda AOD-ni istəyir, buranı istəyir. Deməli, bütöv 180-dir. 180-dən çıxaram 90-ı, 90. Bu tərəf bütöv 90 eləyər. 90-dan da çıxaram 25-i, eləyər 65 dərəcə. AOD olar 65. A variantı. 11-ci sualda hər ikisində x plus y var. X plus y çıxardaram. Qalar C çıx D. X plus y vur C çıx D. D variantı. 12-də ilk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması. İlk 10 natural ədəddən ümumi 10 dənə ədədim var. Sadələr 2, 3, 5, 7. 4 dənə sadə ədədim var. Ümumi 10 dənə. Ehtimal necə idi? Məxrəcdə ümumi 10 ədəd. Sürətdə isə istənilən əlverişli halları yazırdıq. Əlverişli halımda insidəndir. 4 dənə sadə ədədim var. İxtisar aparanda eləyər 5-də 2. 12-dən sonra 13-cü sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcm düsturu V bərabər A kubu. Tili 2 dəfə azaltsam, A kubun, gəlin bunu 2 dəfə azaldaq. A böl 2-nin kubu olacaq. A kubu böl 8. Neçə dəfə azalar? 8 dəfə. 14-də əkob 18, 36, üstəlik əbub 10-11 cəmin hesablayın. Deməli, əgər bir ədəd digərinin bölünənidirsə, əkob bunlardan demişdik bölgü. 36 18-ə bölünür deyə əkob eləyər elə 36-nın özü. Qarşılıqlı sadə ədədlərin əbobu da eləyir 1. Burada Y variantı düşməyib 37. 36 üstəgəl 1, əkob 18, 36 üstəgəl əbob 10, 11 bizə verəcək nəyi? Deməli, əkob 36, əbob da elə 1 eləyər. Toplayanda 37. 15-ci sualda çoxluğu üçün A ilə B-nin kəsişməsinin S-dən fərqi. A ilə B-nin kəsişməsi. Getdik. 1, bunların ortağı 2, bir də 5. 1, 2, 5 A ilə B-nin kəsişməsidir. Bunun S-dən fərqi, yəni S-ni bunlardan çıxaq. Ancaq S-də 1 var. Gəlin 1-i çıxaq, nə qalar? 2, 5. D variantı. 16-da ödəyən AB ədədini tapın. Açaram. 10A üstəgəl B üstəgəl 10B plus A bərabər 88 vur A çıx B. 10A A. 11A üstəgəl 11B bərabər 88 vur A çıx B. 11-i ortaq çıxardaram. A plus B bərabərdir 88 vur A çıx B. Hər tərəfi 11-ə bölsək. 11-ə bölsək. Qalacaq A plus B bərabərdir 8. Burada ixtisar gedəndə 8 qalacaq. 8 vur A çıx B. Buradan da A plus B bərabər 8A çıx 8B. B-ni sola, bunu sağa ataq. B üstəgəl 8B bərabərdir 8A çıx A. 9B bərabərdir 7A-ya. Buradan da B7 A9 olar. B7 A9. Ədədim 97. Baxaq 17-ci suala.
İfadənin qiymətini hesablayın. 2-ni vurub açaq. 2-ni bura vursam 2-lər ixtisar gedər, qalar 2 tam %85-in kvadratı. Üstə gəl 2-ni buna vursam ixtisar olar, qalar 7 tam %15-in kvadratı. Üstə gəl 2 vur 2 tam %85 vur 7 tam %15. Yəni bir dənə fikir verin, bu hansı düsturdur? A kvadratı üstə gəl 2AB üstə gəl, daha doğrusu 2A B-ni də yazım. Vur 7 tam %15 üstə gəl B-nin kvadratı. Bu da bərabərdir A plus B-nin mötərizə kvadratı. Plus 7 tam %15-in mötərizə kvadratı. Bunları toplayanda bizə 10 verər. 10'un kvadratı da 100. 17-dən sonra 18-ci sual. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Sahələr nisbəti 16-dır. Biz bilirdik ki, davamını oxuyaq. Birin perimetrini 9 verib, o birisinin perimetrini istəyir. Deməli, biz bilirdik ki, K bərabərdir perimetrlərin nisbəti. Düzdür? Bərabər, burada K bərabər perimetrlərin nisbəti element üçbucağın sahəsinin ABC-yə 16 dəfə böyükdür. Element böyükdür. Deməli, perimetr LM-in perimetr ABC yazıram burada, bu qalsın. Sahələr bir o birisindən 16 dəfə sahəsi böyükdürsə nə edirəm? Yazıram K bərabər S LMN böl, daha doğrusu K kvadratı bərabər SLMN böl SABS. Biz bilirik ki, oxşar üçbucaqların sahələri nisbəti olur K kvadratı. Niyə oxşar deyirəm? Çünki ikisi də bərabər tərəflidir. Bərabər tərəflidirlərsə oxşardılar. Birin sahəsi o birisindən 16 dəfə böyükdür. Element ABC-dən 16 dəfə böyükdürsə, bunların nisbəti 16 eləyər, K da eləyər 4. Perimetrlərin nisbəti bizə nə verəcək elə? 4-dür. Sahələrin nisbəti perimetrlərin nisbətinin kvadratı olurdu. Deməli, perimetr element bölünsün, ABC-ni də verib 9 bərabər 4. Məxrəcinə bir atıb çarpaz etsəm, elementin perimetri olacaq elə 36. Bu qədər bəsit. 18-dən sonra 19. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri 8 - 8 nöqtəsi olan kvadratın sahəsini tapın. Deməli, gəlin buradan yazaq. Bir dənə koordinat sistemi çəkirəm. Təpələrdən biri koordinat başlanğıcındadır. Digəri 8 - 8. X-i 8, Y-i -8. Y-i də olsun -8. Bunları bitişdirsəm. Deməli, bir təpəsi buradadır, bir təpəsi burada 8 - 8-dədir. Deməli, elə kvadratın baxın buymuş. Qarşı təpələrdir ha özdə ona görə. Çəkdim. -8-dən 8-ə 8. Buradan 8-ə. 0-dan 8-ə qədər. 8. Bax şimdi burada -8-dən 0-a. 8. 0-dan 8-ə 8. Qarşılarda 8, 8 olacaq kvadratda axı. Sahəsi də A kvadratı. 8-in kvadratı 64. 64. Bu qədər. Daha sonra baxaq 20-ci suala. X, Y, Z natural ədədləri üçün X vur Y bərabər 6. YZ 18 olarsa, X üstəgəl Y üstəgəl Z cəminin ən kiçik qiymətini tapın. Getdik. Deməli, X vur Y 6-dır, Y vur Z 18-dir. X, Y, Z cəminin ən kiçik qiymətini istəyir. Nə edirəm? Vuranda 6 eləyən ədədlər. 1, 6, 2, 3, 3, 2, 6, 1. İndi bunları X-ə 1, Y-ə 6 desəm, aparıb hamısını yerinə qoyub yoxlamalıyam. X-ə 1 deyəndə Y 6 olur. Getdik. 6 vur Z bərabər 18-dirsə, Z bərabərdir 3-ə. Sonra getdik. Baxın, X1, Y6, Z3 oldu. Y-in yerinə 3 qoysaq, 3Z bərabər 18-dirsə, Z bərabər neçə eləyər? 6. Sonra bu birisiləri yoxlayaq. Bunu da yoxladıq. Bunu yoxlayaq. Y-in yerinə 2 qoysaq, 2Z bərabərdir 18 olsa Z bərabər 9. Baxırıq ki, Z böyüyür. Y-in yerinə 1 qoysaq, 1 vur Z 18-dirsə, Z bərabər 18. Z 18 böyük qiymət alıb. Bizə cəmin ən kiçik qiymətini istəyir. Baxın, 18. Burada böyük, Y-ə kiçik qoydum, Z böyüdür. Z-in böyüyün yox, kiçik lazımdır mənə.
Bunu yox, bunu yox, bunu götürmərəm. Niyə? Baxın, 3, 6, 1. 1, 6, 3 cəmi bizə verəcək 10. Bu birisiləri yoxlayın, hamısı daha böyük qiymətlər verəcək. Buna görə z kiçik olsa, z nə qədər kiçik olsa, y o qədər böyük olacaq, x də yenə kiçik olacaq. Bizə də nə lazımdır? Cəmi kiçik olsun. Cəmi kiçik olan hal bu oldu. Keçək 21-ci suala. İfadəsinin qiymətini hesablayın. 21-də deməli nə verib? Buradan yazım. X-i verib, y-i verib. X, y üstə gəl, x, y bölü x plus y istəyir. X, y 5 çıx 2 köşdə 6 vur. 5 üstə gəl 2 köşdə 6 böl. 5 çıx 2 köşdə 6 plus 5 üstə gəl 2 köşdə 6-nı istəyir. Bundan bu gedər. Məxrəcdə qaldı 5 üstə gəl 5, 10. Yuxarıda da kvadratlar fərqidir. 5-in kvadratı çıx 2 köşdə 6-nın kvadratı. 5-in kvadratı 25 çıx 2 köşdə 6-nın kvadratı. Yəni 4 vur 6, 24 böl 10. Bu da eləyər 10-da 1, yəni 0-onda 1. Tapdıq 0-onda 1. Bu qədər. 22-də. Buradan sonra həlli tələb olunan suallardır. Deyir ki, 2 yeşikdə birlikdə 50 kilo qənd var. 22. 2 dənə yeşik. Birinci yeşik. İkinci yeşik. 2 yeşikdə birlikdə 50 kilo qənd var. Hər gün birinci yeşikdən 3 kilo, ikincindən 2 kilo qənd götürülürlər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qalır. Birinci yeşik x, ikinci yeşik y. X üstəgəl y bərabərdir 50-yə. İkisində bir yerdə 50 kilodur. Hər gün birincindən 3, ikincindən 2 götürüblər. 6 gündən sonra bunlar bərabərdir. Yəni, hər gün 3 kilo götürsəm, birinci yeşikdən 6 gündən sonra nə qədər götürəcəm? X çıx 6 dənə 3. İkincindən isə 6 dənə 2. 6 gün sonra bərabər olacaq axı bunlar. 6 gün ərzində 6 vur 3, 6 vur 2 qədər çıxarırsam, deyir ki, 6 gündən sonra bunlar bərabərdir. 6 vur 3, 18 birbaşa. 6 vur 2, 12 yazdım. Buradan da bunu ataq sol tərəfə. X çıx y bərabərdir. Mənfi 12 plus 18. X çıx y bərabər 6. X üstəgəl y bunların cəmi 50 idi. Fərqi 6-dır. Sistem 6-6 toplasaq. 2x bərabərdir. Y-ləri silah olar 56. X bərabər 28. Əvvəlcə birinci yeşikdə nə qədər var idi? 28. Tənlik və ya tənliklər sistemi ilə bu formada yazmalıyıq. Cavab oldu 28. Baxaq 23-cü suala. 23-də deyir satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdı. O bütün şarların alqı satışından 6 manatdan çox gəlir əldə edərsə ən az neçə şar alıb satmışdı. Demək 12 qəpiyə alıb 15-ə satır. Qazancım olur 3 qəpik. 3 qəpik qazancım olacaq. O bütün şarların alqı satışından 6 manatdan çox gəlir əldə edərsə. 5 dənə şar partlayıb deyə bu 12 qəpikdən 5 dənə şar ziyandadır. 60 qəpik ziyandadır. 6 manatı da qəpiyə çevirək. 6 manat da eləyir 600 qəpik. 600 qəpik üstünə bir dənə də 60 qəpik. Ziyanımızı da gələk. Eləyəcək 660 qəpik. Düzdür? Demək mənim ən az 660 qəpiyə ehtiyacım var. Buradan da nə edərəm? 660-ı bölərəm 3-ə. Yəni, məndə neçədən şar satılıb, bilmirəm. 660-ı bölərəm 3-ə. Eləyər 220 ədəd şar. Deməli, məndə 220-dən çox şar satmalıyam. Nə deyir? Ən az neçə şar alıb satmışdır. Məndə şar sayını bilmirəm. Tutaq ki, deyirəm x. Düzdür? X. Burada da 3 qəpikdən satıram deyə 3x böyükdür. Nədən? 660-dan. X də böyükdür. 663-ə bölərəm. Eləyər 220. Demək, mən 220 dənə şar satmalıyam. Daha doğrusu 220-dən çox şar satmalıyam. Yəni 221 dənə ən az şar satmalıyam. Amma unutmayın, burada 5 dənə də bizim ziyanımız var. Alıb satmaq deyir. Alıb satmaq deyir deyə 5 dənə də ziyanımı nəzərə alsam, ümumi 226 dənə şar alıb sataram. Cavab olar neçə? 226. 23-dən sonra 24-cü suala baxaq.
24-də deyir ki, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük, hipotenuzdan isə 2 sm kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın. Bu bizim düzbucaqlı üçbucaq. Katetləri x, deyir biri digərindən 2 sm böyük. Biri x, biri x plus 2. Hipotenuzdan isə 2 sm kiçik. Gəl belə eləyək. Birinə x deyərəm. Hipotenuz x plus 2. Bu katet x minus 2. Biri 2 vahid. Digərindən 2 sm böyük. Deməli, x 2-dən 2 vahid böyük. X plus 2-dən isə 2 vahid kiçikdir. Bu formada yazıb Pifaqor teoremini tətbiq edirəm. X-2-nin kvadratı üstəgəl x-in kvadratı bərabərdir. X plus 2-nin kvadratı. Mütləq teoremi yazmalısınız. Ədədləri birbaşa 6, 8, 10-u yapışdıramazsınız. X kvadratı çıx 4x üstəgəl 4 üstəgəl x kvadratı bərabərdir. X kvadratı üstəgəl 4x üstəgəl 4. X kvadratları gedər. 4-lər gedər. Qalar x kvadratı çıx 4x bərabər 4x-ə. X kvadratı çıx 4x. Bu 4x-i sola atsam çıx 4x bərabər 0. X kvadratı çıx 8x bərabər 0. X0, x çıx 8 bərabər 0. Ayrı-ayrı sıfıra bərabər eləsəm, x0, x çıx 8, 0, x ilə bərabər 8 olar. Bu üçbucağın, deməli, x-i 8, burası 6. Pifaqor teoremi ilə 6, 8, 10-u görürük. 8 plus 2, hipotenuz da oldu 10. Baxaq 25-ci suala. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC qövsünün uzunluğu 4. BC qövsün, bu qövsün uzunluğu 4-dür. AO 6-dır, bura 6-dır. AB bərabər AC olarsa verilən fiqurun sahəsini tapın. Gəlin tapaq. Necə taparıq? Deməli, qövsün sahəsi nə qədərdir bu qövsün? 4pi. Qövsün sahə düsturu. Qövs bərabərdir 2pi r alfa bölü 360. Burada yarım çevrədirsə alfam 180-dir. Yazıram 2pi r 180 dərəcə böl 360 bərabərdir. Bu yarım qövsün uzunluğu nə qədərdir? 4pi. 360-dan 180 gedər, aşağıda 2 qalır. 2-lər gedər. Pi r bərabər 4pi-dirsə, radius neçə imiş? Radius 4 imiş. Düzdür? Onu da bura yazaram 4. Radiusu yazaram 4'ü. Məndən AB və AC nə deyib bərabərdir. Verilən fiqurun sahəsini tapın. Birinci bu hissəni tapaq sahəsini. S bərabər yarım çevrənin sahəsi. Pi r alfa. Gəlməli, pi r kvadratı böl 2 yazaq da. Yarım çevrədirsə çevrənin sahəsinin yarısı olar. Pi vurulsun 4'ün kvadratı böl 2. Yəni 16 pi böl 2. Yəni birinci qövsün sahəsi olacaq nə qədər? 8 pi. Verilən fiqurun sahəsi, bütün fiqurun sahəsi lazımdır. Biz bu hissəni tapdıq 8 pi. Keçək üçbucağa. Bu necə üçbucaq olacaq? Düzbucaqlı. Niyə? Bunlar bərabərdir. Düzbucaq cəbhəsindən çəkilmiş bu xəttim həm olur tənbölən, niyə? Həm median. Çünki bu O-dan B-yə, O-dan C-yə bərabərdir. Demək mediandır. Median hündürlük tənbölün üst-üstə düşür. Demək bu üçbucağım oldu düzbucaqlı. Bu da olacaq düzbucaqlı üçbucağım. Buradan nə edirəm? İki variantım var. ABC üçbucağın sahəsini belə taparam. SABC bərabərdir. BC tərəfim belə yazaq A vur H-a. 2-də 1 A vur H-a bölü 2, yəni 2-də 1 A vur H-a. BC tərəfim 8, 2-də 1 vur 8, tərəfə çəkilmiş, bura neçə yerdir 8, tərəfə çəkilmiş hündürlük 6, 2-də 1 vur 8 vur 6, 2-lər gedər, 4 vur 6, 24 qalar. Deməli, figurumun sahəsi də oldu 24. Onda yazıram 8 pi üstəgəl 24 bərabər. Elə bizdən nə istəyir? Figurun sahəsi. Tapdıq ki 8 pi üstəgəl 24. Bu qədər. Gəlin indi nəyə baxaq? Sualların izahı bitdi. Baxaq bu suallar hardan gəlib? Deməli, gəlin bu materialı açım. Bu materialda sizə buradan bu sualların gəldiyi yerlərin bir neçəsini göstərəcəm. Deməli, birinci sual. Birinci sual, bilirsiniz ki, mən kanalımızda 9-cu sinifin köhnə buraxılış suallarının hamısını paylaşmışam. 9-cu sinif buraxılış toplusu adı ilə, 9-cu sinif buraxılış mövzuları toplusu adı ilə paylaşmışam. O materialdan, qələmi açım, o materialdan düşən suallar. Baxın, bu sual, ikisi də çarpazla çıxır. Deyəsiniz, mənim çox oxşar deyil, amma düzdür, birinci sual biraz oxşayır.
İkinci sual. Kopya eynisidir. Fikir versəz, eynisi kopyasıdır. Üçüncü sual. Kopya eynisidir. Bu sualımız mənim paylaşdığım 9-cu sinif buraxılış mövzular toplusundandır. Düzdür, bəziləri test toplusunda da var. Amma belə baxanda, yəni bizdə mənim paylaşdığım material 40-50 səhifədir, 50 səhifə, 49 səhifədir. Onun içərisindən 15 dənə oxşar sual var burada. Üçüncüsü budur. Dördüncü sual oxşarı 11-ci sinif buraxılış materialında var, topluda var. Yəni təzə sual deyil. Baxaq 5-ə. 5 eynisi 11-ci sinif buraxılış imtahanına düşən tipdir, oxşardır. 6-cı sual kopya. Baxın, bir dənə fərq plus minus minus plusdadır. 7-ci sualda dediyim kimi paylaşdığım 11-ci sinif buraxılış materialının içərisində var, oxşarı. 8 tərəfi 15 sm olan rombun perimetri bu suala da oxşayır 4-a və yaxud diagonal verib perimetr istəyən bu suala da oxşayır. 9-cu sual kopya eynisidir. 10-cu suala baxsaq, kopya. Kopya eynisidir. Bir dənə fərq, ədədlər dəyişib. Qalan hər şey eynidir sualda. 11. Eyni. A üstəgəl B-ləri ortaq çıxardın, cavab hazırdır. 12. Sualın özü belə, yəni sualı belə dəyişməyiblər 12-də. 13. Kubun TV-ni 2 dəfə azaltdıqda, kubun TV-dir burada paralelipiped forması düşmüşdü əvvəl, o var idi. Burada cəmdir, hasil nisbət forması bizdə var o materialın içərisində. Çoxluqdur, kəsişmənin fərqini istəyir, bizdə birləşmənin fərqi olan sual var idi. Sualın eynisi, sadəcə burada açıq, bizdə qapalı idi. 17. Bu sual topluda olmalıdır. 18-də belə deyim, düzdür, çox oxşamır, amma oxşarlıq sualıdır. 19-da materialın içərisində daha mürəkkəbi var idi. Bunu işləyən uşaq, bunu işləməməsi ayıbdır. 20 topluda oxşarı var. Tam oxşarı yoxdur, amma topluda oxşarı var. 21-ci sual. Bu da səhv eləmirəmsə materiallarda oxşarı olmalı idi, amma bunu görmədim, gözümə dəymədi. 22-23. 22 məsələlərdə 22-dir, 23-dür. Bunlar məsələlərdir. İnşallah məsələləri ayrıca bir video kimi bütün riyaziyyat məsələləri, yəni tənliklər sistemi, sürət zaman hamısını paylaşacağam. Onların içərisində oxşarları var. 24 asan düzbucaqlı, üçbucaq sualıdır. Bundan topluda da var. Hətta 11-ci sinif paylaşdığım materialda da var içərisində. Buradan bəsit sualdır. 25-ci sual tam olaraq yadımda deyil, hardaydı. Amma bu sualın eynisini mən materialların içərisində görmüşdüm. Bu sualın da hardan olduğunu paylaşacağım. Telegram kanalında bunu da paylaşacağım. Yəni sözüm onda yox. Sözüm nədir sizə? Suallara baxırıq ki, təzə sual yoxdur. Çoxu köhnədir. 15 dənə mən bizim paylaşdığım köhnə buraxılış materialının içərisindən var. Demək, əziz müəllimlər və şagirdlər, yəni bu materialları işləsəz imtahan qabağı rahat minimum 15 dənə cibinizdədir. Həm vaxtdan qazanarsınız, həm də təkrar üçün yaxşıca istifadə edə bilərsiniz. Ona görə mütləq və mütləq şəkildə istəyir mənim materialım olsun, istəyir başqa kanallardan olsun, fərq eləmir. Köhnə imtahan suallarını mütləq işləyin. Niyə köhnə imtahan sualları təzədən düşür? Çünki bunun səbəbi də budur ki, belə deyim də mən sizə, imtahan sualları seçiləndə köhnə imtahanlara oxşar olmalıdır. Yəni mən bu il, keçən ildən konkret fərqli bir imtahan salanmaram. Bu ilki imtahan salmışamsa, dim olaraq bunu deyirəm. Məsələn, keçən il, iniş il, ondan qabaqki illəri hansı formadaydısa suallar, bu il də onlara oxşar salıram deyə. Hətta suallar eyni də ola bilər, oxşar da ola bilər, səviyyələr onsuz eyni olur, biraz azan, biraz çətin formada ola bilər. Ona görə mütləq paylaşılan materialları, yəni buraxılış imtahanından qabaq köhnə imtahanları mütləq işləyin. Sağ olun, imtahanda hamınıza uğurlar.